Hər vaxtınız xeyir. Masazırda çox gözəl yerdə belə bir 3 mərtəbəli 5 otaqlı həyət evimiz satışa çıxıb. Deməli, ikinci mərtəbə 3, ikisi bir yerdə 5 otaq. Birinci mərtəbədə əlavə qarajı, əlavə yenə geniş otağı var. Onları heç nəzərə almadan 5 otaq deyirəm belə. Yəni 6 otaqlı evdir. Sizə göstərəcəm. Mərtəbə arası monolit betondur. Burada da birinci mərtəbə, ikinci mərtəbə, üçüncü mərtəbə. Mildən istifadə olunmayıb. Sənədi paket kupçadır, tam təmirlidir. Mükəmməl tikilib, zövqlü təmir olunub. İndi bəzi xırda işləri qalıb, burada görürsünüz, bəzi əşyalar var, götürülənəcək. Həyətinə orada, burada daxil olmaqla 2 maşın çox rahat girər. Burada belə bir yeri var. Evin sağ tərəfində də belə yeri var. Bura geniş, belə deyək, 6-nın 6-ya biri. 30-40 kvadrat arası belə bir otaqdır birinci mərtəbə üçün. Yəni, buranı nəzərə alsaq 6 otaqlıdır. Həm burada kombi xətləri zad yığılıb. Belə normal, geniş otaqdır. Baxın, görsün. Buranın yerinə döşəməsinə metlaq vurulacaq. Tam hazır. Amma yuxarılar hazırdır. Deməli, ikinci mərtəbədə yerləşir. Bizdə ikinci mərtəbədə bir zal, bir yataq otağı, bir mətbəx və sanitar qovşağı. Bax, burada da boş məsafəmiz var. Bu da evimizin çöl görünüşüdür. Üçüncü mərtəbədə 3 yataq otağı, sanitar qovşağı və balkonu. Çox geniş evdir. 200 kvadratdan çox olar ümumi tikili sahəsi. Baxın, girəndə bu pilləkən hissədir. Solda qonaq otağımızdır, sağda gördüyünüz o 3 qapıdan başda sanitar qovşağıdır. Bu birinci mətbəxdir, ikinci yataq otağıdır. Daxil olaq zalımıza. Zalımız 8 metrənin belə deyək, 3 metr yarıma. 30 kvadrata yaxın, belə deyək. Baxın, hündürlükdə təmiz 3 metr var. Ayağımızın altı monolit beton, yuxarı monolit beton, krişi monolit beton. Mükəmməl bir evdir. Gəlib özünüz də görsəniz, şahid olarsınız. Birinci mərtəbə döşəmə istipoldur. Bu bizim mətbəximizdir. Geniş mətbəxdir. Bu isə birinci mərtəbə üçün yataq otağıdır. Burada yerləşir sanitar qovşağımız birinci mərtəbədə. Bu da istipolun xətləridir. Hamısı səliqə səhmana salınacaq. Qalxdıq üçüncü mərtəbəyə. Ümumilikdə 6 otaqlı hesab olunur. Qarajı, 6 otağı, həyəti. Burada gördüyünüz sağ və sol qapılar yataq otaqlarıdır, bu da yataq otağıdır, burada da sanitar qovşağıdır. Buradan işıqları vurun. Bax, hər otağa da ayrıca xətlər çəkilib. Bu, üçüncü mərtəbə üçün sanitar qovşağıdır. Bu, koridor hissəmizdir. Pilləkən də monolit betondur, keramikadan yığılır. Bu, yataq otaqlarımızdan biridir. Bu, digər yataq otağımızdır. Görürsünüz. Buradan balkona çıxışımız da var. Bu qapı açıq qalıb, ona görə yaxşı görünmür. Balkonumuz da genişdir. Elə bu otağın özü 7-nin 3 yarıma. Hesablayanda bir 25 kvadrat. Bu da digər yataq otağımız. Telefon nömrəmiz 055 843 61 43. Həm zəng gətirir, həm də WhatsApp var. 135 min manat qiymətidir. Real alıcıya endirim olacaq. Cüzi məbləğ çatmasa o da nəzərə alınır. Buyurub əlaqə saxlaya bilərsiniz telefon nömrələrimizlə. Sağ olun.